Qaraqazı kəndindən mən müsahibəmi götürdüm, vətəndaşlarla sorğumu apardım və indi yollanıram Qapanlı kəndinə. Düzdür, mənlə barabar getmək istəyən bir sıra vətəndaşlar oldu həqiqətən də. Yəni mən özüm təhlükəsiz tədbir görüb onları götürmədim özümdən. Yox, bəyəxlarım çəkdi ümumiyyətcə. Hamı öz işində, gücündə getdi bir malını. Qaçmaq yoxdur. Qəşəkdir, qəşək. Onlar var, buranın qorxara gedir. Ha, vurdu səni. Ordumuza güvən, niyə narahat olmuyor? Qüvvəli ordumuz var, Allah Allah. Qorxma, Qardaş, bu gəzişdən erməni aparıb düz qoyub bilsən harada? Düz Yerevandan da. Yəni, keçən səfər o 93-cü ildə də vurublar, orada da bir dənə şəhidimiz olub. 2 nəfər də yaralanıbdı orada. İndi həmən yerə gələn vurublar. İndi də orada evə ziyan dəyib, bir də heyvanları öldürübdür. İnsana incə var, heç nə olmuşdur. Nə gəlib o elə heyvana, mala da evə gəlsin, bir dənə əskərimizin də burnu qanamasın. Bu yaralısıdır. Biri də tələf oldu, öldü də. Bax, birinin tərpəsi var, birinin var. Qapıya düşdü, deməli bomba. Deyir ki, bir mülkləri var. Deməli bu hadisə bayaq olub da. Abi niye bırak şu koyun, değil mi? Bura düşüb, deməli. Hələ də atırlar. Dağıdıq. Görükür, heyvanlarımızı qırıblar. Yəni, ermənilər dayanmır, atırlar. Bizimkiler de layıqlı cavabını verirler. Allah'ın köməkliyi ilə bizimkiler alacaqdır oranı. Yəni erməniyə əks həmlə eləyiblər. İndi görək də axırı nə olur. Allah təkcə hökumətimizə dəyməsin, canını sağ eləsin, bassın alsın. Uy. Ya qorxma, bu qapıya düşüb də bu fakt. Yəni şehli yarın olacaq, bəli, qorxma. Biz ona boşluyoruz da, o da ya belə olacaq, ya belə olacaq. Ruh yüksəkliyi var da sən. Bir dəqiqə bana bax, Allah haqqı, hökumətdən xahiş edirəm, bax, bizi də yıxsın, aparsınlar. Vaxt versənə, mən də əskərimiz kimi irəli. Azərbaycan bir əskəri kimi. Deyə bu evin deyə bax, o gazla çöktü. Binanın üstünə elə mi? Üstünə çöktü, yəni mal heyvan örtdü. Tək əskərlərimizin canı sağ olsun, birinin burnu qanamasın. Tək. Yaxşı değil mi? Evet, karnımızı başını temizleyelim. Çəkilişlərdə gördünüz, süjetə baxdınız, hər şey əladır hələ ki. Düzdür, gəl. Artıq güclü atışma gedir. Artıq mən kameranı söndürmək məcburiyyətinə qaldım. Həqiqətən də güclü atışma getdi. Məndən bir irəli bir yerə düşdü hədəf və məni buraxmadılar ora. Mən dönmək məcburiyyətinə qalıram indi. Yenə də buradayam, yenə də Tərtərdən çəkilişlərimiz olacaqdır.